Bismillahirrahmanirrahim. Allah'ın selamı, rəhməti və bərəkəti üzərinizə olsun. Bugünkü dərsimizdə biz Allah'ın izniyle huruful məd, yəni uzatma hərflərini öyrənəcəyik. Ötən dərslərimizin birində biz hərəkələri, qısa saytları tanıdıq və onların vasitəsilə samitlərimizi səsləndirdik. Bugün haqqında danışacağımız məd hərflərin köməyi ilə isə biz həmin hərəkələrin səsini uzadacağıq. Bizim 3 ədəd məd hərfimiz var. Bunlar əlif, yə və vav hərflərdir. Bu hərflərin uzatma hərfi olması üçün 2 əsas şərtimiz var. Biz şərtlərlə tanış olaq ki, yazarkən, oxuyarkən bunların məd hərfi olduğunu başa düşək və bilək ki, bunların məqsədi yalnız və yalnız özündən əvvəl gələn hərəkənin səsini uzatmaqdır. Əlif hərfinin mədd olması üçün 2 əsas şərti var. Birincisi, özündən əvvəl gələn samitin hərəkəsi mütləq şəkildə fəthə olmalıdır və əlif özü sakin halda, yəni belə hərəkəsiz olmalıdır. Yə hərfinin 2 əsas şərti var. Özündən əvvəl gələn samitin hərəkəsi mütləq kəsrə olmalıdır və yə özü hərəkətsiz olmalıdır. Vav hərfinin də 2 əsas şərti var. Birincisi, özündən əvvəl gələn samitin hərəkəsi mütləq şəkildə dammə olmalıdır və vav özü hərəkətsiz olmalıdır. İndi isə keçək, nümunələr üzərində dərsimizi daha da aydınlaşdıraq ki, sizlər üçün inşallah faydalı olsun. İlk olaraq biz burada ə, i və u yazırıq. Biz bu səsləri əldə etmək üçün əlif üzərində fəthə yazırıq, ə səsini. Əlif altında kəsrə yazmaqla i səsini və əlif üzərində dammə yazmaqla u səsini əldə edirik. İndi isə biz bu hərəkələrin səsini uzatmaq istəyirik. 2 sayt miqdarında, yəni ə yazmaq istəyirik. Ə yazmaq istəyərkən bizə məd əlifimiz lazımdır. Burada mən əlifi yazıram və üzərində həmin bu gördüyünüz məd əlifi, uzadıcı əlifi, bu əlifin üzərindən belə dalğa şəkildə yazıram. Bu bizə ə səsini verir. Əgər i yazmaq istəsəm, i yazmaq istəyərkən əlif hərfinə yazırıq, altından kəsrə və yanından bu yə hərfini hərəkəsiz halda yazmaqla i səsini əldə edirik. Yəni özündən əvvəl gələn hərəkənin səsini uzatdırıq. İndi isə keçək u səsinə. Əgər biz bu yazılmaz u səsini 2 sayt miqdarında uzatmaq istəsək və u yazmaq istəsək, yenirik, əlif üzərində dammə və dammənin uzadıcısı nə idi? Təbii ki, vav hərfi və əlifin yanında belə bir hərəkətsiz vav yazmaqla biz onu uzadırıq və u kimi oxuyuruq. İndi isə başqa bir hərflə nümunə göstərək. Məsələn, bə hərfi ilə əgər biz bə yazsaq, biz bunu necə yazırıq? Bə hərfi üzərində fəthə yazırıq. Bu olur bə. i yazsaq, B hərfini yazırıq və
Mən solaxa yolda olduğum üçün biraz sərgəsiz yazıram. Üzrlü sayasız. Altından kesir yazmaqla biz i səsini əldə edirik. Və əgər bu yasa sadəcə bir dammə hərəkəsi ilə biz bu səsini əldə edirik. İndi isə gəlin bu bu sözünü 2 saat miqdarında uzadaq. Belə isə biz nə edirik? İlk olaraq sözlərimizi yazırıq ki, bizə hansı səslər daha doğrusu lazımdır. Biz bə demək istəyiriksə, bə hərfinin əvvəlinə yazırıq və ona bir məd hərfi, əlifi əlavə edirik, uzadırıq onunla bərabər. Və burada qayda var ki, biz bə hərfinə hərəkə qoyuruq, lakin əlif hərfi hərəkəsiz olur. Çünki iki əsas şərtdən biri bu idi ki, özündən əvvəl gələn samitin hərəkəsi mütləq şəkildə fəthə olmalıdır və əlif özü sakin halda, yəni hərəkəsiz olmalıdır. Bu da həmin iki əsas şərtə uyğundur. Əgər bi demək istəsək, biz burada yenə də bə hərfinin əvvəlinə yazırıq və ona bir yə hərfi əlavə edirik hərəkəsiz halda və yenə də bə hərfinin altından hərəkə qoyuruq. Yə hərfi isə hərəkəsiz olaraq qalır. Bu da bizə bi səsini verir. Əgər biz bu demək istəsək, nə edirik? Yenə də bə hərfinin əvvəlinə yazırıq və dammə hərəkəsinin uzadıcısı olan vaf hərfimizi burada ona birləşdiririk. Bənin üzərindən dammə yazırıq, amma vaf hərfi hərəkəsiz olur. İki əsas şərtə yenə də uyğundur. Özündən əvvəl gələn samitin hərəkəsi dammə, özü isə hərəkəsizdir. Və beləcə biz sözlərimizi uzadırıq.